Salam əziz həmkarlar, Sınaq 8-in izahına xoş gəlmisiniz. Bu videoda sualları addım-addım təhlil edəcək, ən optimal həll yollarını göstərərək xüsusilə sualların belə deyim, diqqət yetirilməli olan incə məqamlarına bir yerdə baxacağıq. Çalışıram ki, hər bir sual həm sizə metodik, həm də praktik baxımdan faydalı olsun. Bunu da qeyd etməliyəm ki, sınağın izahına baxmamışdan öncə sınağın həmin bu videonun açıqlama hissəsinə daxil olursunuz. Orada videonun linki ilə tanış olursunuz və o testi işləyəndən sonra videonun izahına baxırsınız. İndi keçid eləyək. Gəlin sınaq 8-in birinci sualına. Sınaq 8-in birinci sualı kəsr məsələlərinə aid bir sualdır. Deyir ki, Emin aldığı maaşın 1/4 hissəsini ev xərcləri üçün, qalanının 9/4 hissəsini əyləncə və geyim üçün, qalan pulunun 5/3 hissəsini isə əlavə xərclər üçün ayırdıqdan sonra əlində 200 manat pulu qalır. Emin nə qədər maaş alır? Görək Eminin aldığı maaş nə qədər? Bunu sondan önə doğru hesablayaraq da gedə bilərsiniz. Və yaxud da asan qısa yolunu desəm əgər, yəni onu deməliyəm sizə. Əvvəlcə baxırıq Eminin aldığı maaşı. Emin aldığı maaşının nə qədərini ev xərcləri üçün? 1/4 hissəsini. Baxın, yazırıq bura. 1/4 hissəsini nə edib? Ev xərclərinə xərcləyib. Bu getdi. Yəni 1/4-ni xərcləyibsə, yerdə Eminin nə qədər pul qalıb? Bizə o maraqlıdır. Yerdə Eminin 1/4-ni xərcləyibsə, qalan qalıb 4/3-ü. Bizə əsas bu lazımdır. Yəni xərclədiyi yox, əlində qalan pul lazımdır. Sonra qalanının 9/4 hissəsini. Bax, qalanının 9/4 hissəsini xərcləyibsə, xərclədiyinin üstlərindən xətt çəkirik. Nə qədər, yəni 9/4-ü xərclənibsə nə qədər qalıb? 9-dan 5-i. Əgər tam pul 9-a 9-dursa, bunun 9/4-ü xərclənibsə, 9-a 5-i qalıb da, düzdürmü? Yaxşı, 9-a 5-i yazdıq bura. Yəni 9/4-ün üzərinə xərc çəkirik, 9-a 5-ini yazırıq. Sonra nə deyir? Qalan pulun 5/4 hissəsini əlavə xərclər üçün. Baxın, 5-dən 3-ünü yenə xərcləyib. Demişdim, xərclədiyimizin üzərinə bir xətt çəkirik. Qalan pulu yazırıq bura. Qalan pul nə qədər oldu? 5-də 3-ü xərclənibsə 5-də 2-si qalıb. Və bu 5-də 2 nə qədərdir? 200 manatdır. Bax, yazıram bura 200 manat. İndi bizə lazım olan hansılardır? Bax, 4-də 3-dür, 9-da 5-dir, 5-də 2-dir. Biz bunlarla işləyəcəyik. Yəni, üzərindən xətt çəkdiyim pulların heç birinə baxmırıq. Çünki onlar xərclənmiş pullardır. Mənə əldə qalan pullar lazımdır. Ən sonunda da əlində 200 manat pulu qalıb. Bu o deməkdir ki, 5-də 2 hissəsi 200 manatdır. Yaxşı, bu 5-də 2 hissəsi 200 manatdırsa, hamısı nə qədər olur? 200-ü 2-yə bölüb 5-ə vururuq, olur 500. Bax, 500-ü yazıram bura. İndi 9-da 5 hissəsi 500 manatdır. Bax, belə tapırıq. Yaxşı, hamısı nə qədərdir? 500-ü 5-ə bölüb 9-a vururuq, eləyir 900. Sonra 4-də 3 hissəsi 900 manatdırsa, hamısı nə qədərdir? 900-ü 3-ə bölürük, 4-ə vururuq. 900-ü 3-ə böləndə 300, 4-ə vuranda 1200. Aldığımız cavab 1200-dür. Bizim bu aldığımız cavab da Eminin aldığı maaşa bərabərdir. Deməli, sonunda da bizə nə deyir? Emin nə qədər maaş alır? Emin alır 1200 manat. Yəni 1200 tapandan sonra düzgünlüyünü yoxlamaq üçün mən ən çox yaş məsələlərində bunu deyirəm ki, düzgünlüyünü yoxlamaq üçün aparın yerinə qoyun. Məsələn, x-i tapdınızsa, aparın yaşı, filankəsin yaşına məsələn x-i yazmışdınızsa, aparın x-in cavabını yerinə qoyun və ondan sonra şərti oxuyun, görün hələ alınırmı, alınmırmı. Eyni ilə burada da 1200 manatı aparın Eminin aldığı maaşın yerinə qoyun və sonra ardıcıl olaraq hesablayın, görün axırda 200 manat Eminin cibində pul qalırmı, qalmırmı? Əgər qalırsa, deməli sənin aldığın cavab, yəni bu hesablamada %100 onu deyə bilərəm ki, yanılma payı yoxdur. Yəni bu formada hesablama qaydasında yanılma payı yoxdur. Yəni yoxlamağa belə gərək duymayacaq şəkildə əmin ola bilərsiniz. Keçirik ikinci suala. İkinci sualda deyir, Lalə illik 10% əlavə pul ödəməklə bankdan 14.000 pul götürdü. Onun 16 aylıq xərci 22.000 manatdır. Bir il sonra Lalə həm kassasına 2804 manat pul yığıb, həm də banka olan borcunu ödəyibsə nə qədər maaş alır?
Deməli, bankdan gedir pul götürür, 14.000 pul götürür. 14.000-in qarşılığında əlavə olaraq 14.000-in 10% qədər pul ödəməlidir. Bu da nə deməkdir? Bizim tapacağımız ilk sual, yəni aydınlaşdıracağımız ilk sual 14.000 pulun 10% nə qədərdir cavabdır. Yəni gəlin 14.000 pulun 14.000-in. İndi bunu faizlə çox işləyən müdavimlər, müəllimlər olsun, şifahi göydə hesablayır. Yəni 14.000 hərəsindən bir sıfır silməklə 1400 manat olduğunu bilir. Amma biz yenə də 14.000-in 10% necə tapılır? Gəlin tapaq. 14.000-i 10-a vurub 100-ə bölürük. Bax, 2 dənə sıfır burada var, 2 dənə sıfır burada silirik. 140-ı da 10-a vuranda 1400 alınır. 1400 manat əlavə olaraq banka pul ödəməlidir. 1400 ödəmir ha. Yəni 14.000-i götürür. Bir ildən sonra həm 14.000 ödəmiş olur, həm də üstündə 1400 manat faiz ödəmiş olur. Yəni bu formada. Ümumilikdə banka nə qədər pul ödəyir? Yəni bir ilin sonunda 14.000-də götürmüşdü axı. Ümumilikdə 15.400 manat pul ödəməlidir. Bu yadımızda. Bu qaldı belə. Sonra nədir? Onun 16 aylıq xərci 22.000 manatdır. Bax, 16 aylıq deyir, 22.000 manatdır. Amma məndən bir il sonranı istəyir. Yəni 16 aylığı mən bilirəm ki 22.000 manatdırsa, bəs 12 aylığı, yəni bir illiyi neçə manatdır onu hesablayacağım. Ona görə də 22.000-i 12-yə vurub 16-ya bölməliyəm. Bunu çarpaz şəkildə vurub, yəni 12-ni 22.000-ə vururuq və bölürük 16-ya. Bərabərdir. İndi burada 16 ilə 22 ixtisar getsin, neçəyə? 4-ə getsin. Burada 3 qalsın, burada 4 qalsın. Elə 22.000-in özü də 4-ə bölündüyü üçün neçə qalır? 5 və 2-dən 0 yanında. Bəli. 22 içində 4 5 dəfədir, 20 içində 4 5 dəfədir və 0-ları atırıq yanına. İndi 5500-də 3-ə vuranda 0 0 5 və burada 16. 16.500. Baxın, bir illik xərci 16.500 manatdır, düzdürmü? Sonra nə edirik? Bax, bunu da yadımızda saxlayırıq və bunun əlavə olaraq kassiyada bir 2804 manat pul atıb. Görək elə bu bir il ərzində nə qədər pul alıb? Bir il ərzində nə qədər pul qazanıb, belə deyək. Bax, 15.400 burada, 15.400 burada. Üstə gəlinsin 16.500 bir illik xərci. Üstə gəlinsin kassaya atdığı pul, yəni 2804 bərabərdir. Bunların cavabları verəcək bizə. Deməli, mən burada kalkulyatorla hesablayıram. Oldu 34.704. İndi bu bunun bir illik qazandığı puldur. Bəs bir ildə neçə ay var? 12 ay var. Mənə bir ayda qazandığı, yəni maaşa lazımdır. Ona görə də 34.704-ü gəlin 12-yə bölək. Bu da verdi bizə 2892 manat. Deməli, aylıq maaşı 2892 manatdır. Cavabımız oldu B variantı. Həm burada belə deyək, faiz məsələsi var. Elə faiz məsələsi var da, yəni elə bildim kəsir də var. Yox, faiz məsələsi var. Yəni faizi bilən əslində faizə çox az bir yer veriblər. Çünki 14.000-in 10%-ni tapmaq çox rahatdır. Yəni faizin elə bir tipləri var ki, həqiqətən üzərində bir 10 dəqiqə belə vaxt aparmağımız lazımdır. Ona görə də bu sualı mən asan tipli sual hesab edirəm. Çox rahat idi. Üçüncü sualda yuvarlaqlaşdırmada deyir, verilmiş ədədlərdən neçəsini yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, ədəd artar. Gəlin baxaq. Yuvarlaqlaşmanı biz nəyə görə bilirdik? Burada yüzlük deyirsə, baxırıq hansında bütün ədədlərin yüzlüklərin altından xətt çəkirəm. Təkli onluq yüzlükdən, yəni yüzlük, yüzlük, sonra yüzlük, sonra burada da yüzlük, burada da yüzlük. İndi işarə etdiyimiz, qaydamız belə idi. İşarə etdiyimiz ədədin sağındakı, yəni ondan sonraki ədəd, əgər 5 və 5-dən yuxarıdırsa, ədədi artırırdı. Yox, 5-dən aşağıdırsa ədəd olduğu kimi qalırdı, yəni azalırdı da ədəd. Ədəd deyəndə həmin bu işarə etdiyimiz rəqəm olduğu kimi qalırdı. Yəni əgər işarə etdiyimiz ədədin, bax bu yanındakı ədəd 5 və 5-dən yuxarıdırsa, 4-ü 5 eləməli idi. Amma burada görsən 3-dür deyə 4 olduğu kimi qalır. Yəni ədədi neynədi? Azaltdı, artırmadı. Ona görə də
Bunun üzərindən xətt çəkirik. Sonra 6-nın yanında 4 var, azdır. Bunun üzərindən xətt çəkirik. 9-un yanında 0 var. Bunun üzərindən xətt çəkirik. Mənə 5 və 5-dən üzü yuxarı ədədlər lazımdır. Hə, burada səhv eləmişəm. Bu 2-dir. Hə, 2-nin yanında 6 var. Bəli, bunu artırdı. Sonra 0-ın yanında 6 var. Bəli, bunu artırdı. 9-un yanında 8 var. Bəli, bunu artırdı. 2-nin yanında 0 var. Artırmadı. Bunun üzərindən xətt çəkirik. Deməli, 3 dənə ədədimiz var ki, yüzlüklərə qədər yuvarlaqlaşdırsaq ədəd artır. Oldu bu, bu və bu. Cavabımız oldu hansı? C variantı. Sonra keçirik. Saat məsələmiz var bir dənə. 4-cü sual. Deyir ata saat 07:40-da evdən çıxıb işə getdi. O 8 saat işlədi. Ata evindən işə gedib qayıtmağa cəmi 50 dəqiqə vaxt sərf etmişdisə, o saat neçədə evə çatdı? Bax müəllimlər, deməli 07:40-da evdən çıxır. Yazıram bura 07:40. Düzdür? 8 saat işləyib. Artıq 8-i saatın üzərinə gələcəm. Çünki dəqiqənin üzərinə gəlməyim doğru olmaz. Oldu neçə? 15:40. Amma onda deyim ki, ata evdən işə gedib qayıtmağa cəmi 50 dəqiqə vaxt sərf edir. Bax, elə məsələlər var ki, getməyə deyir 50 dəqiqə vaxt sərf eləyir. Bu zaman 2 dənə 50 götürəcəyik. Çünki getməyə əgər 50 dəqiqə vaxt sərf eləyibsə, qayıtmağa da 50 dəqiqə vaxt sərf eləyəcək. Ümumilikdə 100 dəqiqə olacaq. Yox, gedib qayıtmaq deyirsə, bir dənə 50 götürəcəyik. O da niyə? Çünki getməyinə 25 dəqiqə, qayıtmağına 25 dəqiqə hesablasaq 50 dəqiqəni verir. Və yaxud da yəni burada fərqli cür şərt də yaza bilərdi, amma burada gedib qayıtmağa şərti yazılıb. Ona görə də bir dənə 50-dən istifadə edirik və bir dənə 50-ni dəqiqə olduğu üçün dəqiqənin altına yazıram. Bu eləyir 15:90. İndi 15:90 deyə elektron saatlarda, yəni 15:90 deyə göstərilən bir ədəd olmadığı üçün mən buradakı 90 dəqiqədə saat axtaracağam. 90 dəqiqənin içində saat var. 90 dəqiqənin özü 90 dəqiqə də deyə bilərəm. 1 saat 30 dəqiqə də deyə bilərəm. Ona görə də bu 90-ı 30 dəqiqə kimi yazsam, buradakı 60 dəqiqəsini, yəni 1 saatını alıb bu 15-in üzərinə verirəm. Olur 16:30. Yəni 16:30-da evinə çatmış olacaq. 5-ci sual yaş məsələsidir. Orta tip deyirəm mən bu suala. Ola bilər ki, bazası olmayan müəllimlər üçün biraz çətin ola bilər, amma artıq MİQ imtahanda iştirak ediriksə, hətta dəfələrlə iştirak etmiş müəllimlər bunu su kimi içməlidir də belə deyim. Ailənin yaşı Nəzrinin yaşının 2/1 hissəsindən 2 vahid azdır. Bax, ailənin yaşı yazıram, Nəzrinin yaşı yazıram. Nəzrinin yaşına x deyirəm, ailənin yaşı Nəzrinin yaşının yarısından, yəni 2/1 hissəsindən 2 vahid azdır. Bax, bu şərtdə yazılacaq. Ailə 8 il əvvəl Nəzrin 10 il sonra anadan olsaydı, bax, bu nə deməkdir? Ailə 8 il əvvəl. Düşün ki, bir nəfər əgər 8 il əvvəl anadan olursa, hazırki yaşı 8 yaş çox olacaq. Ona görə də ailənin yaşının üzərinə 8 gəlirəm. Bir nəfər 10 il sonra anadan olursa, deməli, hazırki yaşından 10 yaş balaca olacaq. Ona görə Nəzrinin yaşından 10 çıxıram. Sonra nə deyir? Olsaydı ailənin yaşı Nəzrinin yaşından 2 vahid çox olardı. Ailənin yaşı çox olarsa, Nəzrinin yaşının üzərinə mən 2 gələcəm də, düzdür? 2 gələcəm ki, bir-birinə bərabər olsun. İndi yazıram burada. 2/1 x çıxılsın 2, üstə gəlinsin 8 bərabərdir. X çıx 10, üstə gəl 2. İndi baxıram, bunu hesablamaq çox rahatdır, amma mən onu hesablamamışdan qabaq buradakı 2/1, yəni kəsiri mən oradan yox eləmək istəyirəm. Ona görə hər bir tərəfi 2-yə vurmaq istəyirəm. Hər birini, bax, 2-yə vururam. Gəlin, vuraq. 2 ilə 2 ixtisar gedir, yerdə qalır x. Çıxılsın. 2-ni 2-yə vurdum 4, üstə gəlinsin. 2-ni 8-ə vurdum 16, bərabərdir. 2x çıxılsın. 2 10-un 20, üstə gəlinsin. 2 2-nin 4. Yazdım. İndi məlumları sola, məhsulları sağa keçirdim ki, mənfilər alınmasın. Bax, -20 müsbət 4. -20 bu tərəfə keçəndə müsbət olur 20. Çıxılsın 4. Çünki bu üstə gəlməkdir, bu tərəfə keçdi.
çıxılma oldu. Yəni mənfi müsbət idi, sola keçdi, mənfi oldu. Sonra buradakı 4-ü də çıxıram. Yox, üstə gəlsin 16 yazım, sonra 4 çıxım. Bərabərdir. 2x-dan da x çıxacam, qalacaq x. İndi mənə x-in cavabı bax budur. Bunu hesablayaq görək neçə verir. Deməli 20-dən 4 çıxdım, neçə oldu? 16. 16-nın üstünə 16 gəldim. 32. 32-dən də 4 çıxdım, 28-ə bərabər oldu. X-in cavabı oldu 28. Deməli, Nəzrinin yaşı, neçə yaşı var deyəndə, Nəzrinə mən əvvəl nə yazmışdım? X yazmışdım. X-in də cavabı 28-ə bərabərdir. Bu tipli suallarda X-in cavabını aparıb yerinə qoyub hesablamaq da olar. Məsələn, deyir, Aylanın yaşı Nəzrin yaşının yarısından 2 vahid azdır. Yarısı nədir? 28-in yarısı 14-dürsə, 14-dən 2 vahid az 12 olacaq. Bu formada hesablayıb, yəni yoxlamasını da apara biləcəksiniz. Burada doğru cavab D variantı 28-ə bərabər oldu. 6-cı sual. A və B məntəqələri arasındakı məsafə 540 kilometrdir. Belə bir yoldur. A məntəqəsi var, B məntəqəsi var. Bu məsafə 540-a bərabərdir. Birinci avtomobilin sürəti 84 km saatdır. Birinci avtomobil 2 saat hərəkət etdikdən sonra B məntəqəsindən ona qarşı ikinci avtomobil yola düşür. Birinci avtomobil yola düşdükdən 5 saat sonra onlar görüşürlərsə, ikinci avtomobilin sürəti neçə kilometr saatdır? Baxın, birinci avtomobilin sürəti 84-dür və 2 saat gedib. 84-ü vuraq 2-yə. 8, 2, 8, 16, 168. Ümumi yol 540-dır. 540-dan 168-ini çıxacam. Ondan 8, 2, 3-dən, 13-dən 6 çıxdım, 7, 4-dən 1, 3. 372. Deməli, S-imiz 372 qaldı. İndi digər avtomobil çıxandan sonra bunlar üzbəüz hərəkət edirlər də. Məsələn, 168 km bura kimi gəlib. İndi buradan da biri çıxır. Bu 84-dür. Bunu mən bilmirəm, x-dir. Amma ümumilikdə deyir ki, birinci avtomobil yola düşəndən 5 saat sonra. Deməli, birinci avtomobil 2 saatda əvvəl burada hərəkət eləmişdi axı. Burada qalır 3 saat. Yəni 3 saat bu hərəkət edir, 3 saat bu hərəkət edir. Deməli, T3-dür. V1-im 84-dür. V1-im 84. V2-im bilmirəm, x-dir. İndi buradan da bizim düsturumuz var idi axı. V1 üstə gəl V2 vurulsun T bərabər S idi. V1-imi bilirəm 84-dür. V2-mi bilmirəm x-dir. T-im neçədir? 3-dür. Və yolum 372-dir. Düzdürmü? İndi 84 üstə gəl x bərabərdir. 372-ni 3-ə bölək. 3-ün içində 3 bir dəfə, 7-nin içində 3 2 dəfə, 12-nin içində 3 4 dəfə. İndi x bərabərdir. 124-dən də 84 çıxanda 40-a bərabər olacaq. Deməli, V2, yəni ikinci avtomobilin sürətinin 40 olduğu bizə məlum oldu. Cavabımız oldu D variantı 40-a bərabər. 7-ci sual. Elvin 360 səhifəlik kitabı 5 gün ərzində oxuyur. Elvin birinci gün 20%-ni, yəni bütün kitabın 360 səhifəlik kitabın 20%-ni birinci gün. Görək 360-ın 20%-i nə qədərdir? Faizi bilənlər ani moment 36-nı 2-yə vuracaq, tapacaq. Amma necə tapırıq onu yazıram. 100-ə bölürəm. Niyə 36-nı 2-yə deyirəm? Çünki 100-ün yanında 2 0 varsa, buradakı bir 0 və buradakı bir 0 ixtisar olunur, 36 qalır. 36 ilə 2-yə vururam, bu da 72. Deməli, birinci gün kitabın 72 səhifəsini oxuyub. Digər günlər, yəni son 4 gün ərzində hər gün əvvəlkindən 6 səhifə az oxuyarsa, ikinci günü onda 72-dən 6 çıxıram, 66 səhifə oxuyacaq. Üçüncü günü neçə səhifə oxuyacaq? 66-dan 6 çıxıram, 60 səhifə oxuyacaq. Dördüncü günü 60-dan 6 çıxıram, 54 səhifə oxuyacaq. Beşinci günü 54-dən 6 çıxıram, 48 səhifə oxuyacaq. Gördüyünüz kimi hər gün bir öncəki gündən 6 səhifə az oxuyaraq kitabı bitirmir. Deyir, oxunmamış nə qədər qalır. Bəllidir ki, kitab bitməyib ki, oxunmamış səhifə qalıb da, düzdür. Ümumi kitab 360 səhifəlikdir. 360 səhifəlikdir. Və bundan çıxıram oxuduğu kitabların səhifə saylarını. Yəni, oxuduğu bax 72 biri oxuyub birinci günü. Sonra 66 səhifə oxuyub sonraki gün.
Üçüncü günü 60 səhifə oxuyub. Dördüncü günü 54 səhifə oxuyub. Beşinci günü 48 səhifə oxuyub. Bərabər. 360-dan, bax bu ümumilikdə bunların da cəmi 300 verdiyinə görə 360-dan da 300 çıxıram. 300 çıxıram, qalır neçə? 60 səhifə. Deməli, oxunmamış 60 səhifə qalmış olacaq. 8-ci sual. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8000 alınan ən böyük rəqəmləri müxtəlif ədəd ilə. Bax, demişdim də mən belə bir indi kanalımda da var, həmin yuvarlaqlaşdırmanın izahı, hardasa 2-3 dənə izah çəkib atmışdım kanalıma. Onlara da baxmısınızsa əgər. Bax, onluqlara qədər deyəndə ən böyük və ən kiçik. Ən böyük ədəd, bir də ən kiçik ədəd. Deyirəm, məsələn, onluqlara qədər yuvarlaqlaşdıranda 80 alınan ən böyük ədəd və yaxud ən kiçik ədəd məsələn deyirəm. Ən böyüyü tapmaq üçün üzərinə 4 gəlirdim. Ən kiçik tapmaq üçün 5 çıxırdım. Sonra bu onluqlara qədər olandaydı. Yüzlüklərə qədər olanda ən böyüyünü tapmaq üçün üzərinə 49 gəlirdim. Ən kiçiyini tapmaq üçün 50 çıxırdım. Minliklərə qədər olanda ən böyüyünü tapmaq üçün 499 üzərinə gəlirdim. Ən kiçiyini tapmaq üçün 500 çıxırdım. Hələ ki, bura qədər bəsdir. İndi bizə nə deyir? Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 8000 alan ən böyük rəqəmləri müxtəlif. Deməli, yüzlüklər bu idi də. Bu da minliklərdir, bu da onluqlar. Yüzlüklərə qədər olanda ən böyük tapmaq üçün üzərinə 49 gəlməli idi. Olur 8049. Elə bunu da yazanda görürəm ki, zaten bunların rəqəmləri müxtəlifdir. Yəni, dəyişməyimə ehtiyac yoxdur. Ehtiyac var nədə? Minliklərdə. Deyir, minliklərə qədər yuvarlaqlaşdırdıq. 5000 alınan. Yox, 50.000 alınan ən kiçik rəqəmləri müxtəlif ədədin rəqəmləri cəmini tapın. Baxın, belə deyim. 50.000 alınması üçün, yəni minliklərə qədər yuvarlaqlaşdırdıqda 50.000 alınan ən kiçiyi tapmaq üçün 50.000-dən nə qədər çıxacaq? 500 çıxacaq. Bu da verir bizə 49.500. Yazıram 49.500. Axı 49.500 rəqəmləri müxtəlif deyil. Niyə görə? Çünki burada 2 sıfır var. Mən mütləq bunun birini dəyişməliyim. Ən kiçik dediyinə görə birinci sıfırı yox, ikinci sıfırı dəyişəcəm. Yəni 49501 yaza bilərəm. Oldu rəqəmləri müxtəlif. Digəri isə 8049 olduğuna görə bunların cəmini 0, bir yadda 5, 5, 17, bir yadda 4, bir yadda 5. 57505. Deyir, bunların cəmini, rəqəmləri cəmini tapın. Ədədimiz 57550-dir. Bunların rəqəmləri cəmi 5, üstəgəl 7, üstəgəl 5, üstəgəl 5, üstəgəl 0. Bərabərdir 22-yə bərabər. Cavabımız oldu. A variantı 22. 9-cu suala baxırıq. Deyir, durğun sudakı sürəti 30 km/saat olan kater. Aha, katerimizin sürəti məlumdur. Katerin sürəti 30-dur. Çayın sürəti 6-dır. Axın ilə olmalıdır, bir də axına qarşı. Yəni, kater və çayın sürəti verilibsə, axın ilə 36 olacaq, axına qarşı 24 olacaq da. Yəni, bunu biz artıq əzbər bilirik. Deməli, durğun sudakı sürəti 30 km/saat olan kater, axma sürəti 6 km/saat olan çayda 4-də 7 saat axın ilə üzdüyü yolu. Görək, axın ilə deyirsə, mənə axın ilə sürət lazımdır, 36-dır. İndi bunu deyim. Əgər gedilən yolu tapmaq üçün sürəti zamana vururdumsa, sürət 36-dır, zaman 4-də 7 saatdır. Elə 36-nı 4-dən 7-yə vuracam ki, getdiyi axın ilə getdiyi yolu tapım. 36 ilə 4 ixtisar gedir, 9 qalır, 7, 9-un 63. Deməli, yolum 63 kilometrdir. Düzdürmü? Əgər yolum 63 kilometrdirsə, deyir sal. Sal da nə idi? Suya atılan bir taxta parçası deyək də, saldır. Salda təkcə çayın öz sürəti ilə hərəkət etdiyinə görə mən burada sadəcə 6 km/saat götürəcəm. Yəni 63-ü 6-ya bölməliyəm ki, mən bunun getdiyi müddəti tapım. Yəni 63 kilometri 6 km/saata bölsəm, 63 kilometri 6 kilometr bölünsün saata bölsəm, kilometrlər gedir, mənə tapacağım olan bir şey olur saat. Yəni müddət saat olur. Mənim də cavabımda mütləq saat axtarmalıyım. Ona görə ya saatla verəcək cavabı, ya dəqiqə ilə verəcək cavabı. İndi görək 63-ü
6-da 63-ü, yəni 63-ü 6-ya böləndə gəl ixtisar aparaq. Elə 3-ün özünü aparaq ixtisar. 3-ə gedəndə 63-ü 3-ə böləndə 21, 6-nı 3-ə böləndə 2 saat. Deyəcəksiniz ki, hə, cavab B variantı. Amma görsən burada saniyə verib. 2-də 21 saniyə. Amma saat olmalıdır. Ona görə B variantı çıxıldı. Yaxşı, 2-də 21, belə deyim, 2-də 21 saat biz necə hesablayaq? Ona görə bunun özü, bu kəsirin özü də bölmə işarəsini verdiyi üçün, yəni kəsirə mən bölməni həm kəsir şəklində də yaza bilərəm, həm bölmə şəklində də yaza bilərəm, düzdür? 21-ə 2-yə bölsəm əgər, necə qalar? 10,5 saat qalar da, yəni 10 saat 30 dəqiqə. 10 saat 30 dəqiqə. İndi 10 saat 30 dəqiqə var, 10,5 dəqiqə var, amma mən 10,5 saatdır, bu da deyil. Cavabım C də deyil. 10,5 saatı gəlin çevirək dəqiqəyə. 10 saatı vursam əgər 60 dəqiqəyə 600 dəqiqə verəcək, düzdür? Burada axı yarım saat da var, yəni 30 dəqiqə də var. Üzərinə də 30 dəqiqə gəlirəm, eləyir 630 dəqiqə. Cavab Y variantı. Və yaxud da 10,5-i bir dəfə 60-a vurun, yenə 630 dəqiqə alacaqsınız. Cavabımız oldu Y variantı 630 dəqiqə. 10-cu sual. 4 natural ədədin ədədi ortası deyir 28-dir. 4 dənə natural ədədimiz var. Ədədi orta 28-dir. Həmin bu 4 ədədin cəmini toplayıblar, 4-ə bölüblər, 28 alıblar. Bax elə bir ki, belə deyək. Məsələn, birinci ədəd x deyək, üstəgəl y, üstəgəl z, üstəgəl məsələn m. Bunları topladılar, 4-ə böldülər, aldılar 28. İndi mən bunların cəmini tapmaq üçün nə etməliyəm? 28-i 4-ə vurmalıyam da, düzdür? Görək bu 4 dənə ədədin cəmi neçədir? 28-i 4-ə vuranda 112-yə bərabərdir. Sonra deyir, ən böyüyü saymasaq. Əgər ən böyüyü hesablamasaq, deməli, ədədlərin sayı 3-ə düşmüş olacaq. Onda olur x plus y üstəgəl z bölünsün 3 bərabər 22. Onda bu 3 ədədin topladım, 3-ə böldüm, 22 aldımsa, bu 3 ədədin cəmini necə tapmalıyam? 22-ni vurmalıyam 3-ə, verəcək 66. İndi gəl birinci ədədimi tapaq. Hansı ədədimdir o? Böyük ədədimdir. Çünki burada deyir, böyük ədədimi tapaq. 112-dən çıxıram 66-sını, tapıram 46. Bu böyük ədədimdir. Böyük ədədimdir. İndi mən kiçik ədədimi tapmaq istəyirəm. Deyir, ən kiçiyini hesablamasaq, ədədi orta 32 olar. 32 olarsa, yenə 3 dənə ədəd var. Yəni, ən kiçiyini hesablamıram da, digər 3-ünü hesablayıram. 32-ni də 3-ə vuranda 96 eləyir. İndi ən kiçik ədədi tapmaq istəyirəm. 112-dən bu dəfə 96 çıxıram. Bərabərdir 16-ya. Bu da ən kiçikdir. Ən kiçik ədədimdir. İndi ümumi mənim 4 dənə ədədimin cəmi 112 idi. Çıxdım. Ən böyüklə ən kiçiyin cəmini. Yəni 46 plus 16-nı cəmini 112-dən çıxacam. 112 çıxılsın neçə? 46-la 16 verdi bizə 62. Bərabərdir 50. Digər, məsələn, bax, burada məsələn, bununla bunu tapmışdımsa, z ilə m-in qiyməti toplayanda 50 verir bizə. 2 ədədin cəmi 50-dirsə, ədəd ortası 50-ni 2-yə böləcəm, 25-ə bərabərdir. Yəqin ki, tam aydın oldu. Xırdalayıram ki, daha aydın başa düşəcəksiniz. Onun üçün xırdalamalıyam. Deməli, x-ə biz ən böyük desək, fərqi yoxdur. Nə bilim, z-ə də ən böyük deyə bilərsən, m-ə də ən böyük deyə bilərsən, fərqi yoxdur. Mən x-ə deyirəm ən böyükdür. Y ən kiçik ədədim olsa, z ilə m-ə qalır 50. Yəni, ən böyüklə ən kiçiyin cəmi 62-dirsə, ümumidən, yəni 112-dən 60-ını çıxdım. 2 ədədin cəmi, yerdə qalan 2 ədədin cəmi 50-yə bərabər oldu. Və ədədi ortasını da tapmaq üçün nə etdim? 50-ni 2-yə böldüm, 25 cavabını almış oldum. Belə, əziz müəllimlər, deməli 10 sualın da sonuna gəldik. Növbəti sınağım çalışacağam ki, həm Azərbaycan dili, həm riyaziyyat suallarına aid olsun. Sınaq 9, həm Azərbaycan, həm riyaziyyat suallarına uyğun bir sınaq hazırlayacağım sizin üçün. Kanalı abunə olub, videonu bəyənməyi unutmayın. Sağ olun.